Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramizoğlu Cəlilovu Muxtar Respublikanın ictimaiyyətinə təqdim edib. Tədbirdən əvvəl Naxçıvan şəhərində ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Təqdimat mərasimində çıxış edən Samir Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial, iqtisadi və mədəni inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Prezident Administrasiyasının rəhbəri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının qəbul edildiyini, davamlı iqtisadi və sosial artıma nail olmaqla Muxtar Respublikanın inkişafının sürətləndirilməsinin və ölkə iqtisadiyyatına tam inteqrasiyasının əsas hədəf olduğunu qeyd edib. Bildirilib ki, dövlət proqramının həyata keçirilməsinə dair tədbirlər planına uyğun olaraq əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixrac yönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, infrastruktur təminatının, sosial sferanın, insan kapitalının və digər sahələrin inkişafı ilə bağlı qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmalı və bütün qüvvələr səfərbər edilməlidir. Azərbaycan Prezidentinin noyabrın 12-sində yeni təyinatlarla əlaqədar qəbulda səsləndirdiyi fikirlərə toxunan Prezident Administrasiyasının rəhbəri dövlət başçısının xalqa xidməti, təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş prinsipləri hesab etdiyini və hər bir məmurun öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalı olduğunu deyib. Samir Nuriyev Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini Muxtar Respublikanın yeni rəhbərliyinə çatdıraraq dövlət başçısının göstərdiyi etimadın onun tərəfindən doğruldulacağına ümid etdiyini bildirib. Ceyhun Cəlilov yüksək etimada görə dövlət başçısına dərin təşəkkürünü bildirib və göstərilən etimadı doğruldacağını qeyd edib.